Parabola mövzusundan 60-cı sualın izahı ilə davam edək. Biz bilirik ki, parabolanın oyuq-soxun kəsdiyi nöqtələrlə verildikdə, onda funksiyanın düsturu a vurulsun, x çıxılsın x1, x çıxılsın x2 şəklində axtarmaq ən gözəlidir. Və fikir verin, burada B nöqtəsini bizə -3 verib və AB parçasını 4 verib. AB parçasının 4 olması üçün onda bu nöqtə nə olur? 1. Çünki ədəd oxunda iki nöqtə arasındakı məsafə tapılanda son koordinatdan əvvəlki koordinat nə olur? Çıxılır. Yəni bu nəyə bərabər olur? AB parçasının uzunluğuna bərabər olur. İndi bizim oyuq-soxun kəsdiyi nöqtələrimiz var. Deməli funksiyamız bərabərdir. A vurulsun, x çıxılsın x1, x çıxılsın x2. Bəs yaxşı a yoxdur. Onda nə edəcəm? İkinci bir məlumatdan istifadə edəcəm. Ordinat oxun kəsilən nöqtədə x-ə biz 0 verirdik. Onda gətirin x-ə 0 verin. Və bərabərliyin ordinatı. Ordinat da nədir? 3'dür. Deməli buradan da a-mız nəyə bərabər olur? -1'ə. Deməli onda funksiyamız bərabərdir. -, x plus 3 vurulsun x minus 1'dir. Mötərizələri açsaq, bunu alarıq. Deməli burada əmsalımız a bərabərdir -1'dir, b bərabərdir -2'dir, c də bərabərdir 3'dür. Bəzən unutmayın ki, sizdən a plus b plus c-ni istəyər. A plus b plus c-ni istəmək elə funksiyada absisin yerinə 1 qoymaq deməkdir. Məsələn, fikir verin, elə burada da 1 nə idi? 0'dir. Elə bunu avtomatik biz 0 götürə bilərdik.